Jungle. Salam, sabahınız xeyir olsun Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Bəlkə də fikir vermisiniz, mən artıq günə-gün düz 27 gündür ki, ya YouTube səhifəsinə video yükləmirəm, ya TikTok səhifəsinə. TikTok səhifəsinə yəni özümə aid videolar falan yükləyirəm, o heç. Amma maşın, yəni paylaşımı falan yükləməmişəm. Dedim özümə bir aylıq istirahət götürüm. Heç bir ayda tam olmadı, 27 gün. Sonuncu dəfə, sonuncu çəkilişim Bərdə maşın bazarından olmuşdu və biz yenə də Bərdə maşın bazarına çəkilişə gedirik. Bu günlərim ayın 27-si iyun 2025-ci il tarixdir. Səhər açılıb. Düzdür, biraz gec gedirik, amma yenə də yəni səfərimiz oradır. Deməli, saat 05:27. Deməli, 6-ya işləyib 27 dəqiqə və bizim səfərimiz Bərdə maşın bazarınadır. Həftənin 5-ci günüdür. Xatırladaq, ölkə arasında həftənin 5-ci günü Bərdə maşın bazarı fəaliyyətdədir. Həftənin 6-cı günü Göyçay maşın bazarı fəaliyyətdədir. Həftənin bazar günü, səhv eləmirəmsə, Gəncə, Sumqayıt, Badamdar maşın bazarı fəaliyyətdədir. Bizə, yəni mən Göyçaylı olduğum üçün hər həftə gedirdim. İndi müəyyən səbəblərə görə ümumiyyətlə heç bir bazara çıxmamışam və belə deyək, çəkilişimizə, fəaliyyətimizə davam eləyirəm. Bərdə maşın bazarından inşallah ki, çəkilişimizə başlayırıq. Səhər Allahın köməkliyi ilə 6-cı günü Göyçay maşın bazarında çəkilişimiz olacaq. İzləmədə qalın. Yollanıram Bərdə maşın bazarına. Çox danışmayım. Deyirsiniz, çox danışırsam falan. Kommentlər oxuyuram hamısını. Çox danışmayaq. Bərdə maşın bazarından sizlər üçün çəkiliş eləyəcəm. İzləmədə qalın. Salam, bir daha sabahınız xeyir olsun Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Gəlmişəm Bərdə maşın bazarındayam. Maşın çoxdur, seçim çoxdur. Çox danışmayacağım. Deyirsiniz, çox danışırsan, çox danışmayacağım. Və hələ də bazara maşınlar gəlməkdə davam eləyir. Sözüm onda deyil. Asta-asta irəliləyəcək bazarın içərilərinə doğru və görək bizlərin nə maşınlar, hansı qiymətlər, təbii ki, maşın sahiblərinə yaxınlaşacağım və icazə versələr, təbii ki, o maşını çəkib sizlərə göstərəcəm. Ön tərəfdən çəkiş edeyim ilk öncə sizlər üçün. Bu da bazarımızın giriş hissəsidir. Hər növ maşınlar, Mercedes Çeşkalar, Kia'lar, Range Rover, BMW, Priora, Nissan, Sani. Salam aleyküm. Hər növdə maşınlarımız var. Sizlərdən də xahişim nə olacaq? Təbii ki, bu videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini həm dostlarınızla paylaşmaq, sosial şəbəkələrdə, WhatsAppda, Instagramda, Telegramda, bir çox yəni sosial şəbəkələrdə, Facebookda paylaşa bilərsiniz. Mənə dəstək ola bilərsiniz. Həmçinin videonu bəyənə bilərsiniz. Kommentləri oxuyuram, kommentləri yaza bilərsiniz. Hansı maşınlar maraqlıdır, onları yaza bilərsiniz. Mən də gələn həftə inşallah ki, o maşınlara uyğun, yəni istəklərə uyğun çəkiliş eləyərəm. Hər növdə maşınlarımız var. Nəsə, Allah işimizi avan eləsin. Allah hər kəsin burada olan tüm maşınların alçısını yetirsin. Ya Allah, bismillah eləyək, işimizə başlayaq. Görək nə olacaq.
Ya Allah, bismillah. Hörmətli YouTube izləyiciləri, Corolla həvəskarları. Sizlər üçün Bərdə maşın bazarında Ağrəhdə Toyota Corolla markalı avtomobil tapmışam. Sahibi yanımdadır. Salam əleykum qardaş. Bazarı olsun. Sahibi məlumat verir ki, zəhmət olmasa özümü göstərməklə mən də onun üzünü göstərməyəcəm. Məlumat alaq zəhmət olmasa maşına. 2008 sadə karovka. Aha. Toyota Corolla 2008-dən bizdədir. Maşın öz adımızdadır. Aha, iç sahibisiz. Bəli, bəli. Motoru Motoru qəşəngdir. benzindir, dizeldir. Neçədir? 1.4-dür. 1.8 benzin. Avtomat karovkadır. Bəli. Problemi? Problemi sürməkdir. Sürünmək. Qiyməti nə demisən? Qiyməti 15 min. 15 min sondur. Yox, razılaşmaq olar. Adın? Adım Əli. Əli, telefon nömrə işlə ya Əli. 010 213 12 42. 010 213 12 42. Bəli, bəli. Əli, maşına harda baxmaq olar? Liboy hər tərəfdə. Azərbaycan istənilən bölgəsində yoxsa rayon? Bərdə, Ağdam, Tərtər. Hə, Bərdə, Ağdam, Tərtər arasında. Əli, hansısa maşından barter? Barter eləmək olar, Prius markalı avtomobillər. Öz dəyəri qiymətini yoxsa aşağı? Yox, aşağı. Üstündə pul almaq şərti ilə. Deməli, Əli qardaşdan məlumat aldıq. Biz də məlumatları bir daha qeyd eləyək. Adət ənənəyə sadiq olaraq. Maşınımız Toyota Corolla. İli 2008, 1.8 benzin, avtomat. Maşın sahibi Əli qardaşın verdiyi məlumata görə maşının motoru, karovkası salamat, xadovoy sistemi əla. Sizdə olacaq vırığı, udarı dəyişən. Yox, heç bir dəyişən yox. Rəhlənən yeri. Rəhlənən yeri var, maşın rəhlənib. Aha. Bez detaldır. Bez detaldır, dəyişməyib. Salon səliqəlidir. Gördüyünüz kimi avtomat sürətlər qutusudur. Deməli, əyləşək bir dənə maşına. Əli, bunun prospektinə nətə baxaq? Açarı bir dənə salaq ora. Prospektinə baxaq bunu. Aha, 465.823 kilometr. Avtomat sürətlər qutusu, karovkada atmağı, gedişməyə falan yoxdur, belə deyək. Kondisioner işlək vəziyyətdə. Kondisioner Buz kimi, aha, buz kimi vurur. Bir dənə elə Əli, mən buradan hər şeyin qalxsacam, sən oradan şey eləyərsən, bax, 4 şüşənin avtomatik qalxı verməsi, qapıların avtomatik kilitlənməsi. Sonra gəldik arxa salona. Hər 4 şüşə podyomnikdir. Təbii ki, xarici maşındır və hər 4 şüşədə podyomnik olmalıdır. Bunu deyəm bir dəqiqə. Bunu indi Əliyə deyəcəm, Əli açsın. Əli, bir dənə yük yerini də qaldırarsan, qurbansa. Bir dənə yük yerini də qaldırarsan. Deməli, mühərrik yeri 1.8 motor, benzin. Mühərrik yerində yağ yeməyi falan yoxdur, problemsizdir. Gördüyünüz kimi 02 seriyası ilə də Ağdam əhalisinə buradan atəşli salamlar olsun. Və bu da maşınımızın yük yeri. Yenə buranı qalxsaq. 4 təzə təkəri var, Aha. təzə. Aha. Akkumulyator təzədir. Zapaska heç əli üstünə vurulmuyor. Yox, yox, vurulmayıb. Aha. 4 təzə təkər, akkumulatoru yeni. Yağın Yəni, təzə dəyişdi. Yağın təzə deyil. Bəli. Texniki baxış hamısı 1 illikdir. 1 illikdir, yeni olmuş. Hə, hamısı da öz adımızdadır maşın. Bəli, hamısı da öz adınızdadır. Yəni belə deyək. Yəni 1 illik alıb bunu sürə bilərsiniz. Əli qardaşdan da dava endi sala bilərsiniz və ya maşını promoy adına keçirdə bilərsiniz. Nəsə, start qiymət 15 min olaraq bazara daxil olub. Təbii ki, maşın sahibi qeyd elədi ki, qiymətdə real alıcılara endirim edəcəm. Barterdə maraqlıdır, Prius markalı avtomobillə həmin maşının üstündə pul almaq şərti ilə. Sizə də bu Toyota maraqlı gələrsə, Əli qardaşın qeyd elədiyi 010 213 1242 nömrəli nömrəsinə zəng vuraraq maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, özünə ucuz maşın alıb sürmək istəyən izləyicilər, sizlər üçün belə kasıbvari bir maşın tapmışam. Amma yiyəsindən məlumat alaq sonra. Salam əleykum birincisi. Hə, ilə 85-dir. Sonra 0 motor. 0 motor 5 karovka. Aha. Xadavoy hər bir şey. Xadavoy sistemi nətərdir? Motor, karovka, difir, xadavoy hər bir şey yaxşı. Yaxşıdır. Bir dənə kosmetik şey ehtiyacı var. Qiymət? Qiymət sonu 1700 manat. Sonu 1700 manat. 1700 manat. Telefon nömrəsi?
Telefon nömrəsi Aha. 51 Neçə? 686 Aha. 37 34. 051 686 37 34 adı Hüseyn. Harda baxmaq olar Hüseyn? Zarlar. Ucar əhalisinə salam olsun. Hüseyn, yəqin ki barter eləmərsən. Barter var. Hansı maşınla? 06 ilə. Öz dəyəri qiyməti. Bəli. Heç nə. Təkərək göstərək. İli 85-dir, 03 motor, 5 korobka. Maşının ümumi kosmetik dəmirçisinə ehtiyacı var. Burada dəmirçi işlərinə ehtiyacı var. Amma motor, korobka, xadavoy sistemi yaxşı vəziyyətdədir. Salon yaxşı vəziyyətdədir. Üstü. Son qiymət 1700 manata deyildi. Sizə də bu maşın maraqlı gələrsə bir dəqiqə buralarda göstərim. Motorxananı da çəkim göstərim. Motor 03 motorda. Akkumulatoru yeni. Belə sizə də bu maşın maraqlı gələrsə qeyd olunan nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, həm YouTube'da, həm TikTok'da mənə deyirdiniz 011 011 011. Sizlər üçün Bərdə maşın bazarında 011 çəkib göstərəcəm. Maşın sahibi yanımızdadır. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa bir ay yaxın duraq ki, həm maşından keçə bilsin, həm də səsimiz tam düşə bilsin. Məlumat alaq zəhmət olmasa ilin 80-cı ildir. Ay maşallah. Problemi varmı? Korobka, motor, xadavoy sistemi yoxdur. Qiyməti nə demirsən? 3200. 3200 sondur yoxsa Yox. endirim olunacaq? Adın? Adım Elzami. Elzami. Elzamın telefon nömrəni eşidəsən? 070 859 87 070 859 87 40. Adın da Elzamin oldu. Maşına harda baxmaq olar Elzamin? Bərdə əhalisinə salam olsun. Elzamin hansısa maşınla var? Buradan gəl. Gəl ha. Deməli, Elzamin qardaşdan məlumat aldıq. Məndən xahiş eləmişdi ki, üzünü göstərməyim və çalışdığım qədər də onun üzünü göstərməyəcəm. Maşınımızın ili 1980-cı il istehsaldır. Maşın sahibinin verdiyi məlumata görə Elzamin Radnoy motorudur. 01'dir 01 011'in Radnoy motorudur. Korobka 4. 4'dür. Mostunda səsi yoxdur. Korobka atmır, motor yağ yemir. Bax elə deyə çəkək göstərək. Ay maşallah. Maşının üstü kimi motorxana da tərtəmizdir həqiqətən. Akkumulatoru yepyenidir. Belə. Start qiymət 3200 manat olaraq Bərdə bazarına daxil olub. Təbii ki, Elzamin real alıcı ilə dedim razılaşacaqsan. Real alıcı ilə razılaşma olacaq. Maşına da ki, maşallah olsun. Söz yox, bir dənə onun özün bağlı o deyir, yavaş vurmaq lazımdır. Həqiqətən, yəni yavaş örtmək lazımdır ki, örtülsün. Qapı üzləri, oturacaqlar, maşın sahibinin istəyinə uyğun olaraq yığılıb, üzlənib, belə deyək. Belə çəkdik, göstərdik. Elzamin qardaş da məlumatları verdi. Telefon nömrəsini də qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə 02 seriya Ağdam əhalisinə də buradan salam olsun. Bu 011 maraqlı gələrsə Elzamin qardaşın qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. Bu 011 haqqın. Dəyərli hörmətli YouTube izləyiciləri, bu vəhşi baxışları görürsüz. Bu vəhşi baxışlar yalnız BMW-yə məxsusdur da, özünüz bilirsiniz. Bərdə maşın bazarında rubin rəngində BMW markalı avtomobili çəkib göstərəcəm. Ruslan qardaş, bir dənə yaxınlayış. Salam əleykum. Birinci növbədə bazarı olsun. İkinci növbədə Allah bəd nəzərdən qorusun. Xətadan, bəladan uzaq eləsin. Məlumat alaq zəhmət olmazsa. İli 1994'dür. 94'dür. Ay maşallah. Aha. 1.8 M40 sep motor. Aha. Mexanika, canavar. Opş kraskalan bu. Opşi kraskalan. Belə udarazada səndə olanda dəyişəni zadı. Dəyişən məndə olmuyor, amma bir dənə kırlo dəyişməlidir. Kırlo dəyişilib. Səndən qabaqçı Məndən qabaqçı. Belə belə almısan yoxsa yığdırmısan? Yox, yığdırmışam. Ay maşallah. Ay sadə vəziyyətdə. O deyir maşının xəstəsi başqa şeydir də. Yəni
Sən də Ruslan öz istəyinə uyğun yığdırmısan, kalan da xərc çəkmisən görürəm. 8300. Ay maşallah. Elə 8300 dedin. Qiyməti neçəyə demisən? Ruslan. Qiyməti 6700-ə deyirəm də. Real alıcı olsa razı Çəkdiyin əziyyətdən daha aşağıdır Hə, qiymətə. Amma evet. yenə də 6700 dedin. Hə. Yenə də real Real alıcıya alıcına söhbət edirəm. eləmək olar. Çünki Xadaboyunda görüləsi işləri var. Hə, yüngül öyle onu soruşacağım. Problemi Xadaboyunda yüngül problemləri var. Hə. Motor karobka Motor təmiz, qarışqa təmiz, motor təmiz. Moz təmiz. Bir dənə Xadaboyunda xırdapara işləri var. Hə, Onu da yəqin ki hə, endirim Ona eləyəcəksən. görə Hə. endirim edirəm. Telefon nömrə eşdə Ruslan. 050 Aha. 784 59 60. 050 784 59 60. Harda baxmaq olar Ruslan maşına? Adın da Ruslandır. Bayaqdan deyirəm ki, yəni adını Tərtər soruram. rayonu. Tərtər əhasinə buradan salamasın. Ruslan nömrə qalır üstündə. Hə, nömrənin üstündə. Nömrə üstünə Ağdam nömrəsi, qəşəng nömrədir. 0242. Hə. Ağdam əhasinə salam olsun. Ruslan hansısa maşınla barterə gedərsən? Barter yox. Naxsaç, play. Barter eləyərəm bu modeldən böyük motorla. Ayma, bu modelin böyük motoru ilə. Məsələn. Başa düşdüm. Hər bir xırda detalın dedi. Deməli BMW Ruslan bura 36 gedir da. 36 Kuza, Troyka. Maşına söz yoxdur həqiqətən. Yəni rubin rəngdədir, dam qaradır. Sənətdə qeyd eləmisən Ruslan? Damın qara olma eləməmisən. Vay. Sənətdə qeyd olunmayıb. Bax bir problemi oldu. İli 94-dür. 1.8 M43 motor dedin də Ruslan. Hə, M sepli motor. Mexanika canavar bir şeydir. Da maşının bir dənə duruşuna baxın siz. Maşının bir dənə duruşuna baxın. Maşının adama gəlcəldir. Maşının motoru, karobkası salamatdır. Maşın sahibi Ruslan qardaşın verdiyi məlumata görə Xadaboy sistemində cüzi bir işləri var. O da qiymətdə endirim olunacaq. Qiymət demiş, qiymət də 6700 manatla bazara daxil olub. Yəni yenə də qeyd edirəm, Ruslan qardaş da qeyd edir ki, real alıcıya endirim olunacaq. Hə, bir dənə bağaca aç zəhmət olmasa, pult sistemidir. Ay maşallah. Maşınımız Arxa kamerası da var. arxa görüntü, bağajda da yüklərimiz var. Belə çox şey eləməyəcəm. Monitordur. O hamısını çəkəcəm, ambiyans işıqlar falan. Yəni Ruslan qardaş qeyd elədi. Ruslan qardaş qeyd elər ki, daha tam qaldıra bilmirəm yükə görə. Real alıcı gəlsin özü qaldırsın baxsın ki. Ən gözəl odur. Arxa görüntü kamerasından belə mövcuddur. Spoilerə baxın. Spoiler başqa aləmdir. Salon maşallah rəngə görə yığılıb salonda. 8300 manat pul qoyulub maşına. Dəyərindən ucuz, yəni qoyduğu puldan ucuz 6700 manata bazara daxil olub. Ya Allah! Deməli, böyük monitor. 494.659 kilometr yürüyüş, mexanika, canavar. Sonra Ruslan bir dənə nə ola qaldıraq oranı bax. Baxaq bir dənə qaldıraq. Aha. Maşına söz yoxdur. Bir dənə yəni bu damın qara olmağı sənətdə qeyd olunmayıb. İstəsiz onu yəni qeyd eləyə bilərsiniz, problemdir. BMW M43 sepli motor. Motor salamatdır. Neçə deyirsən bu adam? 6700. Məndən də qiymət soruşarlarmış. Nəsə. Motorda yağ yeməyi falan, nə bilim, problemi zadı yoxdur. Canavar bir şeydir həqiqətən. Bunu indi bağlayacağıq Ruslan, deyərəm bağlayarsan. Belə hər bir xırda detalın həm Ruslan qardaş dedi, həm mən də. Telefon nömrəsi də qeyd olundu. Nəsə maraqlı gələrsə, yaxından baxmaq istərsənizsə, nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Xatırlada qeydiyyat nömrə nişanı da üstündə qalacaq. Hörmətli YouTube izləyiciləri, özünə qəşəng dörd göz alıb sürmək istəyən izləyicilər, sizlər üçün Bərdə maşın bazarında Mercedes Y270 markalı avtomobilin çəkişini edəcəm. Bir dənə bu maşını keçirdək. Düşməsin kameraya. Aha.
Salam əleykum. Bir dənə müəllim yaxınlaşın zəhmət olmasa. Salam əleykum. Narahat olmayın, özünüz düşməyəcək. Salam əleykum. Bazar olsun. İl neçənci ildir? 2001. Motor dediniz 2.7-dir. Dizel. Problemi var mı hər hansı bir? Heç bir problemi yox. Motor korobka ideal vəziyyətdə. Qiymət nədir? 14.000 sondur yoxsa sonu 14.000 manatdır. Adınız necə oldu? Amil. Amin yoxsa Amil? Amil. Telefon nömrəsini alaq Amil qardaş. 050 ilə 050 394 69 aha 99. 050 394 69 99. Maşına harda baxmaq olar? İmişli əhalisinə buradan salam olsun. Hansısa maşından barter maraqlıdırmı? Hansı maşından? Yəni öz dəyəri qiymətində ucuz da olsa olar? Olar. Baha da olsa olar. Üstündə pul verə bilərsiniz. Həmçinin də ucuz da olsa üstündə pul ala bilərsiniz. Belə. Amil qardaşdan məlumat aldıq. İndi isə özüm qeyd eləyim. İli 2001. 2.7 dizel. Avtomat korobka. Maşın sahibinin verdiyi məlumata görə motor, korobka salamat vəziyyətdədir. Start qiymət 14.000 manat olmaqla bazara daxil olub və son qiymət də 14.000 manatdır. Telefon nömrəsi də qeyd olunub. Təbii ki, baxırıq maşına. Maşına həqiqətən, maşının rəngi ağdır. Elə cüzi, yəni burada işləri falan var rəngdə, amma o ciddi bir problem yaratmır. Baxırıq, salon parça salondur. Deməli, bir dənə fikrinə nəzər yetirəcəyik. Amil qardaş elə özü də yanımdadır. Baxırıq, bəli, təmiz vəziyyətdə, çürükdən, pasdan söhbət gedə bilməz. Aha, deməli, gəldik salon hissəsinə. Yəni, əyləşək salona. Ya Allah, 441.634 kilometr orijinal yürüyüş, avtomat sürətlər qutusu. Salon səliqəlidir və bir dənə burada bunun qaldırma yeri hardasa olmalıdır. Tapa bilsəm bir dəqiqə görüm. Tapaq bir dənə. Bunu qaldıraq. Ya da yiyəsinə deyəcəm, özü qaldırsın. Amir, bir dənə qaldıraq da mühərrik yerində. Başım var olsun. Mən tapa bilmədim. Axtardım, tapa bilmədim. Bir dənə. Ha. Bir dənə bunun rezinkası hanı yaxşı. Açılıb, açılıb. Bir dənə buradan qaldırmaq qaldı. Açılıb, Amir. Bir dənə zəhmət olmasa. Buradan da qaldıraq. Ha. 2.7 dizel motordur. Motorda yağ yeməyi falan yoxdur. Heç bir şey olmaz. Bəli. Belə çəkdik, göstərdik. Məlumatları da qeyd elədik. Sizə də bu 4 göz maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Dəyərli, hörmətli YouTube izləyiciləri, çeşka dediniz. Axırı sizlər üçün Bərdə bazarında qara rəngdə. Qara dövrə bu yaşıl zümrüdü rəng gedir. Bəli, yaşıl zümrüdü rəngdə Mercedes C220 markalı avtomobil çəkəcəm. Qardaşımız yanımızdadır. Salam əleykum qardaş. Bazar olsun. Allah xatadan, bəladan uzaq eləsin. Danış. İli 99. 99. Motor. Motor 2 sidar. 2 sidar dizel. Bəli. Xərcimiz Avtomat korobkadır. Kançanə işlətdir. Naxada, hər şey. Motoru, korobkası, xadavoy sistemi. Super vəziyyət. Başından cavab deyirsən. Sən şeydə qarşılayır. Səndə olanda vurğu, udarı, dəyişəni. Elə o şeydən problem yoxdur. Yoxdur. Heç bir şey ola bilmir, yox. Aha. Öz adı vardı, yoxsa? Yox, dayı oğlun adı. Dayı oğlun adıdır. Yəni davernus almaq. Bəli, problem. Adını hissə belə problem. Keçirdə bilərsən. Problem. Qiyməti nədir bunun? Sonu 11 yarım. Sonu 11.500 manata.
Telefon nömrədir. 551 050 15 83. 051 050 551 15 83. Adın Adım Amil. Amil. İmişli var. İmişli əhasinə salam olsun. Amil, hansı maşınla barterə gedərsən? bəli. Hansı maşınla? 010'la. 010-la üstündə pul almaq şərti Yap. yoxdur. Karollalarla. Toyota Corolla ilə dəyəri qiymət. Bəli. Yəni üstündə də pul verə bilərsən, barter maraqlıdır. Deməli Amil qardaşdan məlumat aldıq. Adətən nəyə sadiq olaraq qeyd eləyirik. İli 99 22 CDI dizel. Maşın sahibinin verdiyi məlumata görə motor, korobka, xadovoy sistemi, vuruq, udar rəhlənib Amil. Rəh dəyən yerləri var, amma dəyişilən detal yoxdur. Parça salondur. Kondisioner işləyirmi? Bəli. Kondisioner işlək vəziyyətləri, hava da istidir. Baxırıq. Səliqəlidir. Həqiqətən yəni sonu da 11500 manatdır. Amil nömrə üstündə qalacaq. Bəli. Nömrə də üstündə qalacaq. Qəşəng bir nömrəsi də var üstündə qalacaq. Baxırıq pasdan, çürükdən, bax görürsüz, gerimetkasından belə üstündə. Bulomlar üstündə. Aha, ulomları hamısının bəli üstündədir. Görürsüz, problemsiz maşında Amil yerləşdirək təkəri yerinə. Amil qardaş özü yəni qaldırdı ki, baxsınlar, görsünlər ki, yəni pasdan, çürükdən söhbət gedə bilməz. Ya Allah, 384.041 kilometr yürüyüş, avtomat sürətlər qutusu. Göstərdi. Ha. Göstərdi. Bir dənə elə Amil, mən buradan qalxsım, sən oradan mühərrik yerin qaldır. Salon səliqəlidir, gördüyünüz kimi. Həm oturacaqlarda cızıq sökük falandan söhbət gedə bilməz. Şit əla vəziyyətdədir. Bir dənə qəşəng blokumuz da var burada. Və bu maşında mənim diqqətimi bir şey çəkdi. Bu Amil qardaş maşını həqiqətən xəstəsidir. Ay maşallah. 2-2'si daha dizel motor. Nəsə. Bizimki nədir? Sərfəli olsun, ucuz olsun, yaxşı olsun. Bu da yaxşı maşındır. Diqqətimi bir şey çəkdi. Bax maşının bu Amil'in özünü almışsan. Bayaq qeyd elədi. 70 manat pul verib buna. Bunun burasında yəni buxarlar da falan olur. Amil qardaş qeyd elər ki, yəni Moykada yuduzdrarkən qopardıqlar, orada deyib canı sağ olsun. Yəni maşın xəstəsidir də, yəni baxıb maşına. Maşına da söz yoxdur. Deməli, hər bir məlumat yenə də qeyd eləyim ki, hər bir məlumat qeyd olundu. Qiymət də deyildi. Telefon nömrəsi də qeyd olundu. Sizə də bu Mercedes maraqlı gələrsə, Amil qardaşın qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu Mercedes haqqında. Hörmətli YouTube izləyiciləri, yaman xarici maşınlar çəkirəm. Növbəti xarici maşın Nissan Tiana markalı avtomobilin çəkişini eləyəcəm qara rəng. Amma maşın sahibi yanımızdadır. Salam aleyküm. Allah bazar yetirsin, bəd nəzərdən qorusun, xətadan bəladan uzaq eləsin. Məlumat alaq zəhmət olmasa maşın. 2004-cü ildə bes kraskadır. Aha. Kondisioner işləyir, sidenyalar elektron. Motoru. Maşında heç bir problem yoxdur. 2-3 motordur. 2-3 motor. Avtomatdır. Aha. Heç bir Problemi yox. Xadovoy super vəziyyətdə. Super vəziyyətdə. 10 qəpikdə. Aha. Qeyd elədiniz ki, bes kraskadır. Yəni rəng dəyilməyib bu maşın. Yox. Yəni çox adam soruşur ki, aha, dördü təzədir. Hamısını göstərəcəm. Bir dənə səs küyü ola bilməz. Yoxdur. Heç bir problem. Hər şeydə işləş vəziyyətdə. Başa düşdüm. Qiyməti Qiymət 8500 manata deyirəm. 8500 manata, ay maşallah. 07 qiymətinə deyirsiniz. Bəli. Yəqin ki, endirim olunacaq. Bəli, olunacaq. Olunacaq. Telefon nömrünüzü alaq. 055 643 47 47. 055 643 47 47. Adınız Yusif. Yusif. Bəli. Yusif müəllim, maşına harda bax? Gəncədə. Gəncə əhasinə buradan atəşli salamlar olsun. Yusuf müəllim, hansı maşınla barterə getmək olar? Yoxsa Olar. Baxır, üstə pul almaq şərti. hansı maşınla? 07 015. 07 015 markalı avtomobillə üstündə pul almaq şərti ilə barter maraqlıdır. Bəli, Yusuf müəllimlə məlumatları aldıq. Bir daha özümüz qeyd eləyirik. Deməli ili müəllim 2004 dedik. 2004 203 motor. Maşının maşın sahibi qeyd elədi ki,
bez kraskadır. Yəni bez kraska deyəndə rəng dəyişməyib. Rəng dəyişməyib deyəndə detal dəyişməyib. Həm bez kraskadır, həm bez detaldır. Bir sözlə Lordildən bez kırı. Maşınımızın xadavoy sistemi, motoru, korobkası əla vəziyyətdədir. Kondisioner buz kimi işləyir. Burada bir dənə bunu götürəcəm. Baxırıq, salon səliqəlidir. Tərəf qoyaq yerinə. Düşməsin. Deməli, baxırıq. Salon həqiqətən səliqəlidir, dəri salondur, xatırladaq ki. Bir dənə mana Yusuf müəllimanı. Buradasınız Yusuf müəllim. Bir dənə qalxsaq, zəhmət olmasa belə. Deməli, maşın sahibi yanımda olmalıdır ki, mən onu yəni gözün qabağında qaldırım, baxa bilim, ehtiyat təkərdə yerindədir. Deməli, maşınımızda çox funksiyalar var. Öz adınızda. Sənətdə arxa kamerası. Arxa görüntü kamerası bəli var. Hər şey var. 4 təkərin 4'ü də yenidir. Yeni alınıb, qoyulub üstünə. Deməli, 4 şarın avtomatik qalxıb enməyi, qapıların kilitlənməyi və güclülər bəli içəridən qatlanır. Avtomat sürətlər qutusudur, böyük monitoru var gördüyünüz kimi. Bir dənə Yusuf müəllimin kilometrajına baxardıq. Görək nə qədər göstərəcək. Deməli 353.988 kilometr orijinal yürüşdür. Mikrofon da avtomatik qoşulur. Eybi yox. Söndürək. Bir dənə də bunu qaldıraq mühərrik yerinə Yusuf müəllim baxaq. Sonra çəkişi bitirək. Maşının həqiqətən, yəni 07 qiymətinədir. 8500 manata. 8500 manata 07, 015 almaq olur indiki dövrdə. Uzaq başı çeşqə ala bilərsiniz. Biraz ili köhnə. 2-3 motor, sadə motor. Benzin. Belə çəkdik, göstərdik. Yusuf müəllim də məlumatları qeyd elədi. Sizə də bu Nissan markalı avtomobil maraqlı gələrsə, Yusuf müəllimin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Dəyərli hörmətli YouTube izləyicilər, növbəti xarici maşını çəkib göstərəcəm. Xarici markalı avtomobili çəkib göstərəcəm. Hyundai Sonata. Sahibi yanımdadır. Məlumatları verəcək inşallah ki, salam eləşməməyim. Bazar olsun. Allah xətadan, bəladan uzaq eləsin. Məlumat verək zəhmət olmasa. İl neçənci il? 2007'dir. 2007. Motoru 2.4'tür. 2.4'dür. Hiçbir problem yok. Yoxdur. Motor, korobka, xadavoy sistemi. Hamısı Yaxşı vəziyyətdə. Evet. Kondisioner de buz kimidir. Bu işləh vəziyyətdə. Buz kimi işləyir. Qiyməti nədir? Qiyməti 12 mindir. 12 min sondur, əmin. Yoxsa endirim eləyirsən? Endirim olmayacaq. Telefon nömrəni qeyd edək. 050 Aha. 358 0425. 050 358 0425. Adınız? Rahip. Rahib əmmimiz. Maşına harda baxmaq olar? Beyləqanda baxın. Beyləqan əhalisine buradan atəşli salamlar olsun. Rahib əmi hansısa maşınla barterə gedərsən, yoxsa nağd satışda pula ehtiyac var? Yox, buna ehtiyac Pula ehtiyac var. Nömrə üstündə qalır. Nömrə üstündə qalır. Deməli, Rahib əmmimizdən məlumat aldı. Yenə də məlumatları qeyd edeyim. İl 2007. 2.4 motor. Hyundai Sonata. Nömrə üstündə qalacaq. Bu heç qəşəng nömrədir. Maşının motoru, xadavoyu, korobkası super vəziyyətdədir. Maşın sahibinin qeyd elədiyinə görə. Dəri salondur. Kondisioner işləh vəziyyətdədir. Start qiymət 12.000 manat olaraq Bərdə maşın bazarına daxil olub. Təbii ki, maşına baxdıqdan sonra real alıcıya endirim olunacaq. Mən gələnə qədər maşın sahibi Rahib əmmimiz sağ olsun yük yerini qaldırıb. Çürükdən, pasdan söhbət gedə bilməz yük yerində. Və arxa görüntü kamerasından belə mövcuddur. Maşallah Rahib əmmimiz hər yerində qaldırdı. 4 şərin avtomatik qalxıb enməsi, qapıların kilitlənməsi, yan güzgüləri idarə olunması, qatlanıb bağlanması, 319.095 kilometr yürüyüş, avtomat sürətlər qutusu, monitoru, hər bir funksiyası da işləh vəziyyətdədir. Kondisioner işləh, pet işləh vəziyyətdədir. Yəni maşının salonunda problemi yoxdur. Keçək mühərrik yerinə. Maşının
Maşallah, maşına uca baxanlarımız da var. Baxımız da təzə. Aha, akkumulatoru yeni, 2.4 motor, Dodge motor. Problemsiz maşındır. Maşına baxanlar var deyə tam çəkmədim. İnşallah real alıcı gəlib yaxından baxa bilər. Sizə də bu Hyundai Sonata markalı avtomobil maraqlı gələrsə, Rahib əminin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, daha xarici maşınları çəkdim, göstərdim. Sizə zavodun zavodu deyək də, yəni Lümə zavod 107 göstərəcəm. Dəyişəndən, vuruqdan söhbət gedə bilməz. Qalan məlumatları yiyəsindən alacaq. Salam aleyküm qardaş. Bazar olsun. Allah bəd nəzərdən, xətadan, baladan uzaq eləsin. Çox sağ olun. Məlumat alaq zəhmət olmasa. Bezdirtal qoydum. 70% bez kaskadır. Bez kraska. Atma rəhdəyən yerləri var. İli nədir? 2007. İnjektor. İnjektor. Dedin, Heç bir problem Aha. yox. Konkret problem yox. problemi yoxdur. Motor, karotka, xadavoy sistemi, Heç nə. most falan. Heç nə qardaş. Hamısı gül çiçək. Qəşlik söhbəti yox. Bu belə deyək də zavodun qiyməti 7500. qutaranıdır yoxsa endirim eləyəsən? Eləyərik də. Cüzi bir endirim olunacaq. Telefon nömrəsi işlək. 426 051 426 28 28. Adın? Natiq. Maşına harda baxmaq olar? Ürəyin hardasıdır? 2000 ustası. Yox, hansı rayonda? Hansı ərazidə? Beyləqan. Beyləqan ərazisində buradan Beyləqana qalsa Beyləqanlı. Hələ gəl bazar qalır. Natiq, nağd satışdır yoxsa barterə gedərsən hansısa maşın? Market yoxdur. Nağd satış pula ehtiyac var. Nağd kredit salar. Kreditdə də salmaq mümkündür. Mümkün. Ay Kimin maşallah. pulu alsa gəlsin kreditə salar. Kreditdə də salmaq mümkündür. Natiq qardaşlar məlumat aldıq. 2007 injektor. Detal dəyişikliyi yoxdur. Zavoddan necə çıxıbsa o vəziyyətdədir. Rəh deyən yerləri demək olar 70% maşın sahibinin qeyd elədiyinə görə 70% bez kraskadır, amma atma rəngi deyil. Belə deyim. Salon səliqəli. Maşının ümumi kosmetik işə ehtiyacı yoxdur. Salon səliqəli. Həqiqətən səliqəli. Və gəldik maşınımızın sürücü tərəfdən salonuna. Ay maşallah oturaq. Deməli salonda burada da səliqəlidir. Salonda problem falan yoxdur. Bir dənə Qulaqqası yox, gəlir, qulaq verəmə. bir dənə İnjektor. baxaq. Ay maşallah tərtəmiz. Tərtəmiz. Aç qaçar götürərsən susunlar. İnjektor, motor. Deməli 7500 start qiymətdən bazara daxil olub. Təbii ki, real alıcılara endirim olunacaq. Maşına Beyləqan şəhərində baxmaq mümkündür. Beyləqan əhalisinə buradan atəşli salamlar. Beyləqan nömrəsi deyilə. Sizə də bunu 07 maraqlı gələrsə, Natiq qardaşın qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu 07 haqq. Hörmətli YouTube izləyiciləri, 07 həvəskarları, cavanların sevə-sevə sürdüyü 07 qara rəngdə, qara bəbir. Bərdə maşın bazarında çəkiş eləyəcəm, amma Elvin qardaşımızdan məlumat alaq. Salam aleyküm Elvin. Aleyküm salam. Allah bazar yetirsin. Sağ ol, Xətadan, sağ ol. bəladan uzaq olsun. Çox sağ ol, Allah razı olsun. Hə, de. İlin 2010 Aha. motor bez nomer, Aha. təzə form olunub, təkərlər təzə, Aha. pultla kodlanma, pul sistemi, kontrol qazan, Aha. aparatura sistemi. Aha. Yəni ideal maşındır. Sol tərəfdən hə, burada kapot dəyişib, Kırlı kapot Bəli. sol tərəfdən dəyilib yol dəyilib. dəyişilənib, bəli. Yəni duruşlu, ciddi fasonlu, cavan üstü maşındır. Arzu sistemi zadı öz yerində. Bəli, bəli. Nə var hamısı üstündə də verir. Üstündə də verirlər. Bahalı nömrə də üstündə. Hədiyyə göy çay nömrəsi. Bəli. Zerkali nömrə üstündə. Hə, Elvin, neçəyə deyirsən? 5-8-də deyirəm. 5-8-ə deyirsən, endirim eləyəsən Bəli, də o bəli, öz endirim yerində. olacaq. Telefon nömrə deyilmi? 050 429 18 53. 050 429 18 53. Elvin maşına real alıcı gəlib harda baxsın? Mingəçevir şəhərinə. Mingəçevir əhalisinə buradan atəşli salamlar. Allah Elvin razı olsun. hansısa maşınla barterə gedərsən yoxsa nağd Xeyr. satışdır?
pul ehtiyac. Pula ehtiyacdır Bəli. deyə nağd satışdır. İndi məlumatı mən verim. Elvin qardaş hər birini dedi. Deməli bax bu sol krel, kapot zbor dəyişilir. Hə, prosta radına kapot qoyulur. Radno, radno germetikalı kapot qoyulub maşınla əlimizi tozludur maşın. Xatırladaq. Yəni hava şəraitindən görə toz qara maşın toz götürəndə. Krel kapot dəyişilib. Başqa hər yeri, qalan hər yeri zavoddur. Bahalı nömrə 023 nömrə üstündə hədiyyə Göyçay nömrəsidir. Burada özüm də Göyçaylıyam, ona görə yaxınlaşmışam. Buna baxın. Gördünüz? Əsl. Maşallah, salona söhbət yox. Audio sistem öz yerində. Və baxırıq. Shit maşın sahibinin istəyinə uyğun. Üzdəni. Aha, açacam. Ön şüşələr podyomnikdir. Qəşəng audio sistemi var, gördüyünüz kimi. Hə, bir dənə hər iki yerini qaldıraq. Bir də yük yerini də qaldırarsan Elvin. Başım mübarək olsun. Bir dənə buradan. Aha. Oo, pultdan xodlanır. Ay maşallah. Bunu aha, belə tutaq özümüz. Baxırıq. Akkumulatoru yaxşı vəziyyətdə. 1100 manatlıq qoyulur. Ay maşallah. Xatırladaq ki bezin olmuyor. Bəli. Helikopter motoru qoysun. Nə istəyirsən qoy. Nə istəyirsən qoysun. Söndürmə. Bir dənə qaz ver Elvin. Başqa aləmdir həqiqətən. Pul sistemidir xatırladaq ki maşınımız. Burada arxa görüntü kamerası mövcuddur. Ay maşallah, usliterə bax. Yəni konkret Elvin qardaş hoqqa verib bu maşına. Hoqqa. Belə bütün məlumatlar qeyd olundu. 2010 bir dənə sol kırla, bir də kapot dəyişilib. Start qiymət 5800 manat olaraq bazara daxil olub. Real alıcıya təbii ki maşının yanına baxandan sonra endirim olunacaq. Əgər maşına yaxından baxmaq istəsəniz, Elvin qardaş nömrə qeyd elədi. O nömrə ilə zəng vuraraq həm bu maşına yaxından baxa bilərsiniz, həm də ətraflı məlumat ala bilərsiniz. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Deyirsiniz ki, yəqin Hamletin maşınıdır. Yox, Hamletin maşını deyil. Nömrə eynidir, amma Hamletin maşını deyil. Sizlər üçün Bərdə maşın bazarında qara rəngli Vaz 2107 markalı avtomobilin çəkisini edəcəm, amma qardaşımızdan məlumat alacağıq. Salam əleykum qardaş. Allah bazarı yetirsin, Allah bədnəzərdən qorusun, xətadan baladan uzaq eləsin. Bunun ilin 2011 dedin, problemi yoxdur dedin, bez detaldır, atma rəh deyən yerləri var. Sol kırılır. Yəni bir dənə sol kırılıya rəh deyib, yəni bir dənə tək, yəni atma deyəndə tək sol kırılıya rəh deyib. Başqa heç bir yerinə rəh dəyməyib. Hamısı da öz belə deyək, rəngidir, öz detallarıdır. 2011-dir qaqa. Hə. Motor, karovka problemsizdir. Qiyməti də maşın sahibi yanımızdadır. 9700 manata təklif olunub. Real alıcıya maşının yanına, maşına baxdıqdan sonra endirim olunacaq. Rəngi də bəli, kosmos rəngidir. Telefon nömrəsi də 010 324 0203. Maşın sahibinin adı Rəşaddır. Maşına harda baxmaq olur? Tərtər rayonunda Tərtər əhalisinə salam olsun. Rəşad qardaş Baterə gedəcəkmi hansısa maşınla? Yox, nağd satışda pula ehtiyac var. Maşın sahibi yəni çox da danışmaq istəmədi. Bir dənə ümumi çəkək, göstərək. Yəni kosmetik işə ehtiyacı yoxdur. Rəşad, qabaq kırılı, sağ kırılıya rəh deyib. Sol qabağa. Hə, sol qabaq kırılıya rəh deyib. Deməli göstərəcəm sizə. Baxın, yəni Rəşad qardaşın üzü düşməsin. Bir dənə bu kırılaya rəh deyib ümumi. Bu kırılıya belə deyək də. Hə, bax burasına rəh deyib. Başqa bütün hər yeri öz rəngidir. Yəni salon çox səliqəli, ambiyans işıqlar falan, içi çox gözəl və ideal formada yığılıb. Çox özəlliklərə də malikdir maşınımız. Göstərəcəm.
start stopla işə düşür. Salon səli 7150 maqnitofon, 6 xrom kolonka orijinal. Səs sisteminə baxın. Sevebilmez hayatta o korkan adamlar o hisler, kalan hisler, bu bir insan içindeki Gördünüz? Yəni belə bir dənə mühərrik yerində qaldıracam. İnşallah ki, hə Rəşad bir dənə qaldıraq oradan zəhmət olmasa. Ortasından qaldır. Zəh gəlir Rəşad sənə. Rəşad sənə zəh gəlir. Mühərrik yerdə injektor, motor, salon, akkumulatoru yeni, salon səliqəli dedim. Şit maşın sahibinin istəyinə uyğun üzlənib. Belə çəkdim, göstərdim. Maşın sahibi də qısa da olsa məlumatları verdi. Bir daha qeyd edirəm, ili 2011-dir. Bez detaldır, dəyişən söhbətindən belə söz gedə bilməz. Qabaq sol kırlaya rəhdəyib, başqa qalan yerləri öz rəngidir. 9700 manat start qiymət deyildi və real alıcıya təbii ki, maşının yanında endirim olunacaq. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. 007 haqqın. Dəyərli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizə 2 dənə maşın çəkib göstərəcəm. Biri Vaz 21 04 markalı avtomobildir, bir də Opel Astra C markalı avtomobildir. İlk öncə 04-dən başlayacağıq. Məlumatları da özüm verəcəm. İlk öncə məlumatları verim, daha sonra ümumi geniş çəkiş eləyək. Deməli, maşınımızın belə deyək, ili 2007-ci il istehsaldır. Yüngül kosmetik işə ehtiyacı var və bir dənə Ferdosunda problemi var. Başqa, yəni heç bir problemi, motor, korobka salamatdır, atması falan yoxdur. Təkərləri normal, mostunda səsi yox. Bir dənə Ferdo, yəni problemidir, bir də kosmetik işi. Start qiymət 5500 manatdır. Real alıcıya təbii ki, endirim olunacaq maşının yanında. Maşın sahibinin nömrəsi 050 301 3806. Bir daha qeyd edirəm, 050 301 3806. Maşın sahibinin adı Nahiddir. Maşına Göyçayda baxmaq mümkündür. Barter maraqlı deyil. Maşınımız pult sistemidir. Xatırladaq ki, çəkək, göstərək. 10 nömrə üstündə qalacaq. Nə kosmetik işə ehtiyacı var. Bir də Ferdosunda cüzi bir problemi var. Onlar da qiymətdən nəzərə alınacaq. Yenə də qeyd edirəm, start qiymət 5500 manat olmaqla Bərdə maşın bazarında satışa çıxarılıb. Təbii ki, maşına baxdıqdan sonra real alıcıya maşının yanında endirim olunacaq. Və gələk mühərrik yerində çəkək, göstərək, görək mühərrik yeri bizə nə deyir? Aha, karbürator motordur, akkumulatoru yenidir, motorda yağ yeməyi falan yoxdur. Yenə dediyim kimi bir dənə problemi odur ki, kosmetik işi, bir də ki, Ferdosunda yüzü bir problemi var. Onlar da qiymətdən nəzərə alınacaq. Qiymət də 5500 start qiymətdir. Gəlib maşına baxacaqsan, sürəcəksən, yoxlatacaqsan, usta ilə gəlib baxarsan təbii ki və baxdıqdan sonra, ümumi baxış keçirdikdən sonra maşının yanında qiymətdə endirim olunacaq. Sizə də bunu 04 maraqlı gələrsə, qeyd elədiyim əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqı. Dəyərli hörmətli izləyicilər, 04-ü çəkdim sizlər üçün göstərdim. İndi isə Opel markalı avtomobilin çəkişini eləyəcəm. Təbii ki, bu maşının da bütün məlumatlarını sizlərə qeyd eləyəcəm. Deməli belə, maşınımızın markası Opel Astra C, ili 2000, motor 1.8 Z motordur, avtomat korobkadır, kondisioner var, amma kondisionerə qaz vurulmalıdır, yəni işlək vəziyyətdə hal-hazırda, amma qaz vurulmalıdır. Start qiymət 8200 manat olaraq maşın bazarına, Bərdə maşın bazarına gətirilib. Təbii ki, real alıcıya maşına baxdıqdan sonra 04-də dediyim kimi usta ilə gələsən, baxarsan, sürəsən, yoxlayasan və ondan sonra qiymətdə endirim olunacaq. Maşın sahibinin nömrəsi 051 844 8005. Maşın sahibinin adı Vüqar. Maşına Qəbələdə baxmaq lazımdır. Nağd satışdır, yəni barter maraqlı deyil.
kredit falan maraqlı deyil. Maşınımız pul sistemidir. Maşının bir dənə yüngül kosmetik şey ehtiyacı var. Yəni belə kosmetik işləri var. Maşınımızın salonu normal vəziyyətdədir. Salonda ciddi bir problem nəzərə çarpmır. Baxırıq. Ciddi bir problem nəzərə çarpmır salonda. Yük yerinə nəzər yetirəcəyik. Görək yük yerində bizi nələr gözləyir. Bir dəqiqə. Yük yeri hal-hazırda yük yeri bağlıdır. Yox, yük yeri bağlıdır. Aça bilmədim yük yerin. Üzrlü sayın. Və gələk sürücü tərəfdən bir dənə yük yerini qaldır. Mən onu qaldıra bilmədim. Həsso, deyil, yetimin dilin anası bilir də. 4x4'ü də podyomnik. Əyləşək maşına. Avtomat sürətlər kutusudur. Xatırladaq ki, korobkada atma, gecikmə falan yoxdur. Və bizi kilometrajı niyə göstərmədi? Deyiləm vurmamışsan da. 230.292 kilometr yürüyüş və bir dənə JBL kolonka, mühərriki, bəli, Pioneer Magnetofon. Yəni salon hissəsində heç bir problemi yoxdur. Gəldik. Bayaq yük yerini aça bilməmişdim. Maşın sahibi yük yerini qaldırıb. Yük yeri belə vəziyyətləri çəkək, göstərək. Baxın, görürsünüz yük yerinin vəziyyətini. Bağlayaq yük yerini. Və gəldik maşının mühərrik yerinə. 1.8 Z motor, ekodik motor, akkumulatoru yeni, mühərrik yerində yağ yeməyi falan yoxdur. Korobkada gecikməyi falan yoxdur. Və məlumatları qeyd elədim. Qiymətini də qeyd elədim. Bəli? Texpasportda nömrəsi silinmə yazılıb. Bəli, Texpasportda onu heç qeyd eləməmişdim sizlər üçün. Texpasportda nömrə silinmə yazılıb gördüyünüz kimi. Yəni başı çıxanlar biləcək. Nəsə danışdıq, məlumat verdim. Sizə də bu maşın maraqlı gələrsə, həm 04 haqqında məlumat verdim, nömrə qeyd elədim. Həmçinin də Opel haqqında məlumat verdim, nömrə qeyd elədim. Hər iki maşın sizə maraqlı gələrsə, həm 04-ün sahibinin nömrəsinə, telefon nömrəsinə zəng vurub maraqlana bilərsiniz, yaxından baxa bilərsiniz. Həmçinin bu Opel Astra C-nin sahibinin nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu Opel haqqında.